Bismillahirrahmanirrahim və bihi nəstəin. Salam olsun dəyərli izləyicilərə, salam olsun Hz. Muhammed və onun əhl-i beytinə, salam olsun xanım Xədicə-i Kübraya. Bugün, əziz və möhtərəm izləyicilər, xanım Xədicə-i Kübranın vəfat günü İslam aləmində qeyd olunur. Əziz Peyğəmbərimizin xanımı, istəkli xanımı bugün vəfat edib və əziz Peyğəmbərimizə çox ağır günlərdən bir gün idi tarixdə. Bugün inşallah ki, əziz, dəyərli ruhanimiz Hacı da bu məsələyə toxunacaq söhbətində. Mən salamlaşmaq üçün Hacıya söz verirəm. Buyurun Hacı, salamlayın. Aleyküm salam, xoş gördüm sizi. Salamlayıram dəyərli izləyiciləri. Sizləri də xoş gördüm. Allah ibadətlərinizi qəbul edəsin, orucunuzu qəbul etsin. Çox sağ olun Hacı. İlk öncə elə xanımın vəfatı ilə bağlı bir kəmə deyərsiniz inşallah Hacı. Belə deyək, birinci başsağlığı verirəm elə hamımıza və Allah o xanımın şəfaətini bizlərə nəsib eləsin. Amin. Amin. Allah o xanımla hamımızı məşhur eləsin. Amin. Söhbətimizi istədim, amma mövzumuzun davamını aparaq. Yenə də amma veriliş əsasında xanım Xədicədən bir neçə kəlmə deyərəm. İcazənizlə, əgər razısınızsa. Buyurun, bəli. Əhl-i Beyt Qurandadır mövzumuz, inşallah davam edirsiniz də. Bəli, Əhl-i Beyt Quranda çatmışam bugün yeni bir ayə. Dünən axı söhbətlərimdə dedim ki, bugün nəsib olsa yeni bir ayə ilə başlayacaq və şükür olsun Allaha artıq 4-cü ayədir, yəni 4-cü mövzudur ki, biz bunun ətrafında danışırıq. Əhl-i Beytlə bağlıdır. Ali İmran surəsi 59-cu, 63-cü ayəyə qədər oxuyarsınız inşallah. Ki, Əhl-i Beytlə bağlı ayələrdir. Mən sizə şərhləməyə çalışacağım. Biraz da yaxından biz Əhl-i Beyti tanıyaq. Görək bu ayələrdə Allahımız onları necə bizə tərif edir, nələr söyləyir. Yaxşı. 5 ayədir. Əhl-i Beytlə bağlıdır. Bu ayələr Mədinədə nazil olub. Hicrətin 10-cu ilində, yəni Peyğəmbər dünyasını dəyişməmişdən təxminən 1 il öncə və bunu izah eləmək üçün biraz əvvələ gedim. Çünki məcburan bir kəlmə deyim, ondan sonra bu mövzunu izah edeyim. Mövzu bundan ibarətdir ki, Peyğəmbər ilk öncə Peyğəmbərlik verildi 40 yaşında. Təbliğatı məhdud çərçivədə oldu. O kəslər ki, qəlblərində bir işartı var idi, hidayət olmağa zəmin var idi, onların tək-tək hidayəti üçün çalışdı. Hələ ümumi şəkildə təbliğata başlamamışdı. Və tək-tək insanlar, Peyğəmbər onları hidayət edir, onlarla danışır və bu cürünə iman gətirirlər. Və nəticə etibarilə təxminən 3 il belə keçir. 3 il. İlk iman gətirən də kişilərdən Həzrət Əmirül-Möminin və xanımlardan xanım Xədicədir. Və 3 il bu cürünə. Daha sonra ayə nazil olur. Vənzir əşirətəkəl əqrabin. Daha aşkar başlaya bilərsən təbliğata, amma ilk öncə qohum-əqrabadan başla. Özdə əşirətəkəl əqrabin. Yaxın qohum-əqrabandan başla. Peyğəmbər təkcə qohum-əqrabası üçün gəlməmişdi. Peyğəmbər yalnız Ərəb yarımadası üçün gəlməmişdi. Peyğəmbər və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Bütün aləmlərə Peyğəmbərdir və rəhmətdir. Bəşəriyyət üçün gəlib. Amma ilk öncə ətrafından başlayır və ətrafından başlaya-başlaya pillə-pillə qabağa gedir. Və nə baş verir? Ondan sonraki ayə gəldi. Vənzir əşirətəkəl əqrabin. Qohum-əqrabasını yığır Əbu Talibin evinə. Əmirül-Möminin təşkilatçılığı ilə olur özdə. Peyğəmbər Əmirül-Möminin Əli əleyhissalama tapşırıq verir. Əli əleyhissalam gedir o qohumları yığır. Bəni Haşimdən 45 nəfər. Yığır bir dənə evə. Peyğəmbər tapşırır ki, Əmirül-Möminə yemək hazırlasın və yemək hazırlanır. Yeməkdən sonra Peyğəmbər danışmalıydı. Amma yeməyi qutarandan sonra Əbu Ləhəb qatır məsələni bir-birinə. Məclis dağılır, yemək yeyilir, amma söhbət olunur. Peyğəmbər yenə də tapşırıq verir ki, yenə də qonaqlıq üçün bir məclis qurulsun. O dağıtdı, amma bu dəfə imkan vermərəm dağıtsın. Yenə də Əmirül-Möminin qurdu məclisi. Qurandan sonra nə baş verdi? Bu dəfə artıq Peyğəmbər imkan vermədi. Əbu Ləhəb
neynəsin? Məclisi dağıtsın. Peyğəmbərin əmisidir, amma Peyğəmbərlə mübarizə aparır. Peyğəmbərlə üzbəüz yananlardan biridir ki, Allah Teala da Quranda nə deyir ona? Təbbət yəda əbi ləhəbin və təb. Əllərin qurusun Əbu Ləhəb. Necə ki, qurudur. Bəli. Peyğəmbər dedi, qulu la ilahə illallah tuflihu. Bu da arxadan daş atırdı Peyğəmbərə. O belə nanəcə bir insan idi, Peyğəmbərin əmisi idi. Yaxşı. Nə baş verdi? Peyğəmbər Əmir-ül-Müminin yenə yığdı. Ondan sonra Peyğəmbər daha yemək yeyib qutarandan sonra özü çıxışa başladı. Və çıxışında bir neçə kəlmə buyurdu. Onlardan biri bu idi ki, cümləsini, xutbəsini belə başladı. Mən siz üçün həm dünya xeyri gətirmişəm, həm axirət xeyri gətirmişəm. Dünya səadət istəyirsiniz, məni dinləyin. Axirət istəyirsiniz, məni dinləyin. Ondan sonra da siz mənə inanırsınız. Mən sizə desəm, Səfa dağının arxasında bir qoşun var, sizə hücum eləmək istəyir. Mənə inanarsınız. Deyirlər, bəli, biz səni əmin insan kimi tanıyırıq. Görünən budur ki, cəmiyyət içərisində əmanətdar insan kimi tanınır. Biz səni o cürə tanıyırıq. Ondan sonra da onu mənə əgər elə tanıyırsınızsa, mən sizə deyirəm, mən Allah tərəfindən gəlmişəm, Allahın elçisiyəm, qiyamət var, gördüklərinizdən ibarət deyil həyat və s. Ondan sonra dedi ki, sizlərdən kim bu işdə mənə kömək eləyər? Ki, o da mənim qardaşım olsun, vəsim olsun, canişinim olsun. Kim məni tutar? Təsəvvür edin ki, hələ ilk elan verir, nübüvvətdən danışır. Tez keçdi imamət mövzusuna. O dönəmdə də baxırdılar, dedilər, kimdir? Fikirləşmirlər, bu qabağa gedər. Düşünə bilmirdilər onu. Ona görə heç kəs özünü vermədi qabağa ki, həm mən sənə iman gətirim, mən canişinin olum. Heç kəs qalxmadı, Əmir-ül-Müminin qalxdı ayağa ki, ya Rasulallah, mən sənin yanındayam, köməyindəyəm, qulluğundayam, tapşırığındayam. Peyğəmbər burada otur aşağı. Oturdu. Bir də təkrarladı. Bunlar tarixdir. Bunlar tarixdir ki, sabah deməsinlər ki, dəqiq olsun ki, görsünlər, elə Əmir-ül-Mümin əvvəldən deyilib söhbət. Tarix özü deyirəmsə, Beyhəqi, Təbəri, Sə'ləbi, İbn Əsir, tarix alimlər bu qeyd edirlər bunu. Yaxşı. Onun ikinci dəfə təkrarladı, yenə Əmir-ül-Müminin qalxdı, heç kəs qalxmadı. Üçüncü dəfə də təkrarlayanda, yenə Əmir-ül-Müminin qalxanda dedi, İnnə hazə əxi. Mənim qardaşımdır. Və vasiyyi, mənim vəsimdir. Və xəlifəti fiqum, mənim canişinimdir sizin aranızda. Fəsməulləh, qulaq asın ona və ətiuh. Ona itaat edərsiniz. İlk nübüvvətin yanında imamət mövzusunu açdı. Görünən budur ki, imamət mövzusu nübüvvət qədəri mühümdür. Və qulaq asın ona. Deyirlər, durdular ayağa, məsxərə eləməyə başladılar. Əbu Ləhəb, Əbu Talibə ilişdi. Deyir, oğluma qulaq asarsan, ha. Elə o dönəmdən də imamət mövzusu heç qəbullana bilməyiblər. Hələ əvvəldən bəlalı bir mövzudur, imamət mövzusu. Bəzilər gözü Peyğəmbər başını qoysun, imamətlə başlasınlar ki, necə ki, başladılar da. Hacı, o söz umum bəşərə aid bir söz sayıla bilər də, baxmayaraq ki, yaxın qohumları idi arasında demişdi. Məsələn, İbrahim Peyğəmbər çöllü biyabanda çağırır, səsləyir insanları. Halbuki orada kim var idi? Bu da ona bənzər bir şey olar da. Bu qeyri-rəsmi də olsa bir elan idi imamətlə bağlı. Amma dövlət səviyyəsində elan Qədirxumda baş verdi. Başa düşürsünüz? Amma qeyri-rəsmi olaraq yenə də 45 nəfərin içərisində nəyə ki 45 nəfərin imamıdır? Ümum bəşərdir, yəni məndən sonra canişin, nə ki sizin. Elə hamınızın siz də onun içindəsiniz, siz deyən kimi. Amma burada belə deyək də, dar bir çərçivədə, məhdud bir çərçivədə ən azı imamət mövzusunu qoydu ortaya. Ki, bu mövzu ciddi bir mövzudur, imamət mövzusu. Və bunu dedim sizə, hansı alimə addan çəkdim ki, bu tarixdir, yəni öz sözümüz deyil, tarixə baxsalar görəcəklər. Və Peyğəmbər ilk qohumlarından başlayır, sonra Ərəb yarımadası. Ondan sonra asta-asta məsələ nə olur? Məkkənin fəthindən sonra artıq Peyğəmbər ətraf bölgələrə məktub göndərməyə başlayır. Mən ayəni izah vermək istəyirəm, bu ayə necə gəldi? Alimran deyəcəm sizə, Alimran nədir? Peyğəmbər ətraf bölgələrə dəvətnamələr göndərdi, dəvət göndərdi, belə deyək. O, bir dənə də göndərdiyi yerlərdən biri Yəməndə yaşayan Nəcran xristiyanlar idi. Onlar da məktub göndərdi, onlar da gəldilər. Gəldilər, xristiyanlar idi.
Peyğəmbərlə nə edərlər? Görüşdülər. Peyğəmbər burada mən sizə tohidə dəvət edirəm. Mən Allahın elçisiyəm. İsa Peyğəmbər də Allahın rəsuludur, Peyğəmbərdir. Bunlar xristiyanlar qayıtlar yox. Məsələn, onun atasız dünyaya gəlib deyənə Allahın oğludur. Və Peyğəmbər deyir, elə deyil. Hətta ayə gəldi. İnnə məsələ İsa indəllah kəməsəli Adəm xaləqəhu min turab. Ayədir, baxın, Ali İmranda. Buyurur ki, İsa'nın məsəli bənzir Adəmin məsəlinə. Necə ki, Allah Adəmi torpaqdan yaratdı. Qalə ləhu kun fəyəkun. Bilirsiniz Allah nə demək istəyir? Siz deyirsiniz ki, İsa atasız dünyaya gəlib Allaha nisbət verirsiniz ki, Allahın oğludur. Axı, heç Adəm nəinki atasız, anasız onu yaradıb. Onda Adəm üçün nə deyəcəksiniz siz? Dəlildir də. Axı, bu siz belə yanlaşırsınız, onda Adəm üçün də belə yanlaşında Adəmin heç ana da yox idi ki. Torpaqdan yaratdı onu. Ayə belə başlayır. Mübahilə ayəsi deyirlər, deyəcəm indi sonunda bunu. Bu haqda. Və bunlar yenə də öz fikirlərindən dönmürlər. Peyğəmbər dəlillə, sübutla, məntiqlə onlarla danışmağa başlayır. Çünki Peyğəmbərin danışığı üslubu bu idi. Və Peyğəmbər dəlillə, sübutla insanlara hidayət edir. Ud'u ilə səbil rabbikə bil hikməti vəl muizətil həsənə və cadilhum billəti hiyə əhsən. Peyğəmbər insanları dəlil, sübut, məntiqlə dəvət elə bir və yaxşı muizə ilə, üç, gözəl elmi bir diskusiya, mübahisə ilə, bir polemika qur. Üç dənə üslub var hidayətdə. Biri dəlildir, məntiqdir, sübutdur. Nəyə yönəldi? Ağla. Bəzilərinin ağlı təmin olub, boşluq qəlbindədir. Qəlbində bir təəssüb var, təəssübkeşliyi var. Bu qəlb imkan vermir ki, ağlın istədiyini eləyəsən. Hərdən deyirlər, bu bilir, niyə bunu eləmir? İnşallah buna toxunaram bir vaxt. Qəlblə toqquşur, çünki qəlbində təəssüb var. Moizə ilə ki, onun qəlbinliyinə yumşalt. Moizə ilə o biraz hazırlaşsın, bir mümbit şərait yaransın ki, əqlinin təqdim etdiklərini icra edə bilsin. Moizə adətən qəlbə yönəldi, dəlil, sübut, burhan, məntiq əqlə yönəldi. Həm qəlbləri ilə danış, həm əqilləri ilə danış. Və imkan da ver, onlar da danışsın. Və cadilhum billəti yə əhsən. Gözəl elmi bir mübahisə ilə qoy onlar da fikirlərini söyləsinlər, şübhələrin, şəklərini desinlər. Və sən onların qulaq asqıyla, dinləginlə, onların başda izah verməyə haqqı, həqiqəti onlara çatdır. Yəni, bizim dinin məntiqi var. Məntiqi şəkildə dəvət edir. Yəni, o məntiqi qılıncdan da itidir. Bu qədər. Amma bu qədər ki, Peyğəmbər dəlil, sübut dedi, bunlar yenə qəbul edəmədilər. Axırda nə baş verdi Oqtay müəllim? Gördü Allah Taala ki, da bunlar fikirlərindən dönmürlər, elə dediklərini deyirlər. Daha sonra gələn ayə budur. Əl-haqqu min rabbikə fəla təkun minəl mumtərin bu heç. Haqq Rəbbindəndir. Heç vaxt şübhə eləmə Peyğəmbər. Ayə ondan sonra bu nazil olur. Fəmən haccəkə. Kim ki səndən inatkarlıq edir. Höccətləşir dedik də bizdən. Fihi min bə'di ma ca'ake minəl elmi. Elm, dəlil, sübutdan, məntiqdən sonra da yenə də dediyindən əl çəkmir. Onda metodu dəyişkinə. Dördüncü metod. Diqqət edin. Ninim ya Rəbbəl aləmin fəqul. Dinən olaraq. Təalov, gəlin. Nəd'u əbnəənə. Balalarımızı çağıraq. Və əbnəəkum. Siz də gedin balalarımızı çağırın. Və nisa'ana. Xanımlarımızı çağıraq. Siz də gedin nisa'akum və nisa'akum xanımları dəvət edin. Və ənfusana və ənfusakum. Biz də özümüzü, siz də özünüzü çağırın. Summa nəbtəhil. Nəbtəhil. Nifrin eləyək. Bəla istəyək. Fənəcəl lə'nətəllah aləl-kəzibin. Kim yalan deyirsə Allah o məhv eləsin. Bu bir dənə böyük dənə iddia idi. Peyğəmbər gör nə qədər bu mövzuda imanı var. Allaha, dinə, etiqadı var. Ən əzizlərini gətirib mövzunun içinə salıb. Deyir, gəlin bəla istəyək. Təsəvvür edirsiniz ki, hicrətin 10-cu ili cəmaat, müsəlmanlar ona iman gətirib. Bu mövzu baş verməsə nə olar? Cəmaat dindən çıxar. Peyğəmbər böyük iddia edir ki, gəl nifrin eləyək. Görək kim düz deyir. Siz dəlil dedik, məntiq dedik, sübut dedik, moizə dedik, mübahisə elədik, tutduğunuzu tutmuşsunuz. İndi ki belədir,
Gəlin neyniyək? Allah bir dənə buyruğu var. Mübahilə eləyək. Nifrin istəyək. Siz düzsüzsə biz aradan gedərik, biz düzsüzsə siz məhv nabud olacaqsınız. Bu ayə, inşallah indi bu ayənin ətrafında danışaq görək o balalar kimdir, xanım kimdir. Peyğəmbər deyir, mən də gətirim özümü, o öz kimdir. Bunun haqqında danışmağa deyər ki, çox möhtəşəm mövzular var burada ki, inşallah başlayıram bir neçəsini deməyə sizə. Peyğəmbər ki, bu ayə gəldi. Peyğəmbər ki, onlara buyurdu ki, gəlin söhbət eləyək. Bunlar biraz düşdülər təşvişə. Görürlər, Peyğəmbər deyir də, ciddi danışır. Peyğəmbər bizi moizə edir, şirin danışır, məntiq deyir. Bunlar elə bildilər, belə gələcək. Allah əmr edir, ya Rasulallah, bəli, çağır olar meydana. Bunlar hədlərini aşıblar artıq. Bunlar qorxdular. Hadisə budur ya. Deyirlər, birinci böyüklərimizdən danışaq, sonra söhbət edərik. Getdilər böyüklərlə görüşdülər, məşvərət edilər, böyüklər məsləhət verdi. Dedi, baxın, əgər Peyğəmbər cah-cəlalla, səs-küylə, əzəmət göstərərək gəlsə meydana, tutaq ki, nə qədər səhabəni yıxıb gəlsə, qorxmayın. O sizin gözünün odunu almaq istəyir, tutaq ki, əzəmət göstərir, sizi qorxudurmaq istəyir, gedin mübahiləyə. İşdir birdən gördünüz ki, yox, öz yaxınlarından, ən yaxınlarından, məhdud sayda insanlarla, öz kiçik övladları ilə gəlir, onda dayanarsınız. Ona dayan. Məsələ ciddidir. Çəkinin o işdən. Ehtiyatlı olun. Təhlükəli işdir. Yaxşı, bura qədər aydın. Peyğəmbərlə ki, bunlar razılaşdılar gün Zilhiccə ayının 24-üdür. Gəlməlidirlər, indi görüş olmalıdır və nifrin olunmalıdır. Hicrətin 10-cu ili, Zilhiccənin 24-ü, ayə nə demişdi? Ayə deyir, balalarını gətir, xanımını gətir, özünü gətir. Deyirlər, gördük, Peyğəmbər qucağında İmam Hüseyin. Sağ əli İmam Həsənin əlində. Səhnəyə bax. Ortada, arxada, Peyğəmbərin arxasında Hazreti Zəhra, onun da arxasında Əmirül Müminin. Bunlar gəlir. Bunlar gəlir. Bir ailədir. Bir ailə gəlir mərkəzə. Allahu Ekber. Allah gətirir bir ailənin söhbətə. Bunlar din haqqında fikir deyicilər. Məsələ ciddidir. Dinin ən mühüm yerlərində Əhl-i Beyt yanında. Nə deyirsiniz? Xəndək müharibəsi, Əlinin zərbəti insi cinnin ibadətindən üstündür. O qılınca çox şey bağlıydı. Bu tərəfə keçirsən mübahilə, biraz o tərəfə keçirsən Aşura. Bu Əhl-i Beyt dini necə qoruyub saxlayıb, ay Allah. Qanları ilə can. Danışanda Əhl-i Beytdən sıxılır bəzi insanlar. Niyə sıxılırsan axı? Niyə narahat olursan? Bir halda ki, bu dinin bizə yetişməsi onların əli ilə oldu. İndi mən sizə dəqiq nə qədər mənbə deyəcəm ki, görürsünüz ki, bu mənim sözlərim deyil, İslam dünyasının sözüdür. Sadəcə, inan Allaha, mən bunları yaza-yaza, hərdən elə ürəyim ağrıyır Əhl-i Beytə. Onlar gördülər ki, bunlar gəldi, bir üstə dedilər. Baxın davamda. Ya məşərən nəsara, ay xristiyanlar, özləri dedi. İnni, biri orada böyüklərdən biridir. Ya məşərən nəsara, ey xristiyanlar, inni ləərə vücuhən. Ay Allah, burada elə simalar görürəm, vücuh, vəcih. Burada elə simalar görürəm, ləv səəlullah, ən yəzilə cəbələn min məkanik. Əgər bu simalar əllərin qaldırsa Allaha, istəsələr Allahdan ki, dağı yerdən tərpətsinlər, lə əzələhu biha. Allah onların duasını eşidər, dağı yerindən tərpədər. Fələ tubahilu və təhləku. Məbadə. Bunlarla mübahilə eləməyin. Girməyin bu mövzuya. Və la yəbqə, əgər əks təqdirdə gir söz, və la yəbqə ələ vəkil ərd nəsrani ilə yevmil qiyamə. Qiyamətə qədər daha heç birimiz qalmarıq. Yəni, kəsdilər bu mövzu. Bitər. Bu, haradadır mənbəsini deyim sizə? Bu danışdığım bu söz. Fəxr Razi, cild 8, səhifə 88. Əziz əhl-i sünnə qardaşlarımızın mənbəsidir. Fəxr Razi, cild 8, səhifə 88.
Baxın, Allah Taala o Zilhiccə ayının 24-ünü oruç tutmağı 60 il ibadətinə bərabərdir. Biz niyə o gün yaddan çıxmasın? O gün gələndə bir gün ki, Əhl-i Beytə borcluyuq. 60 il ibadətinə bərabərdir o gün. İndi də tarixdə qeyd olunur da mübarilə Bəli. günü kimi. Bəli. Allah istəmədə tarixin səhifəsindən silinsin. Çox təəssüf olsun ki, dönəmlə, dövrlə silmək istəyirlər də Əhl-i Beyti. Niyə qəbirlərini dağıdıblar? Silinsin. Yoxa çıxsın. İzlərini itiriblər. Niyə? Düz itməyib. Yuridun, istəyirlər Allahın nurunu söndürsünlər, söndürə bilməzlər. Liyutfiu nurallah. Allahın nurunu söndürmüsün. Vallahu mutimmu nuri. Allah nurunu tamamlayacaq. Allah nurunu tamamlayacaq. Bu ayəni İmam Zamanla bağlı ki, Əhl-i Beyt Quranda danışacağım, yəni ki, çatacağım o ayı, orada izah eləyərəm. Görərsiniz nə qədər maraqlı ayədir o ayə. İnşallah. Mən elə bunu çatım. Bax, bu söz ki var, 5 nəfər kim gəldi? Peyğəmbər, Əmirül-Müminin, İmam Həsən, İmam Hüseyin, Zəhra. Bu mövzu ilə bağlı 60 dənə böyük əhl-i-sünnə alimi bu hadisəni nəql edir. Bu hadisəni nəql edir. 60 böyük əhl-i-sünnə alimi. Deyirlər ki, onlar bunlardır. Mütəvatir həddində olan. Bəli. Deyim ikisini ki, rahat olasın. Müslim, Səhih Müslim deyilir də. Müslim cild 7 səhifə 121. Əhməd ibn Həmbəl, Müsnəd cild 1 səhifə 185. Dobilə hamısının bir ikisini adını deyəcəm, sənə səhifələrini demirəm. Lazım olsa yazılmaq olar da. Təbəri, Hakim Nişapuri, İbn Əsir, Fəxr Razim, Suyuti, Zəməxşəri. Əsli deməm belə, hə? Hətta İbn Teymiyyə baxdım. İbn Teymiyyə dedi ki, Ənfusana Əli idi, gətirmişdi Əmirül-Müminin. Hə, o sonradan bir-iki söz deyir ki, fəzilətdir o Əli əleyhissalam üçün. Nəsə o mövzuda toxunaram. Səbirli olun. Şeyx Mufiddən bir dənə hədis deyim ki, İmam Rızadan nəql edir öz əsərlərinin birində. Biləsiz nə qədər mühüm ayədir ki, sabah inşallah nəsib olsa mən bu ayəni açmağa başlayacağım. Birinci tarixin bilək. Bir də kimlərdir? Şeyx Mufid deyir, İmam Rıza əleyhissalama məmun dedi. Quran-ı Kərimdə Əli əleyhissalamın ən böyük fəziləti də onu danışmır. Quran-ı Kərimdə Əli əleyhissalamın ən böyük fəziləti mənədir. Həzrət İmam Rıza əleyhissalam bu ayəni tilavət elədi və oxuduğum Ali İmran 61-i bir yaxşı 5 nəfər. Ondan sonra dedi ki, burada elə bir kəlmə işlənib ki, ən fəzilətli ayədir Əmirül-Müminin haqqında. Bundan böyük yoxdur Quran-ı Kərimdə. Yəni, onun fəziləti üçün. Çünki indi sabah izah eləyərəm. Burada deyir, Peyğəmbər deyir, özümü gətirirəm. Canımı gətirirəm. Yəni, fəzilət nə mənadadır? İnşallah deyəcəm sizə. Məmun qəbul eləmədi. Məmun qəbul eləmədi. Qayıtdı ki, bu ayədə Allah deyir ki, nisaənə xanımlarımızı bir xanım gətirdi. Əbnaənə balalarımızı cəm, ərəbdə 2-dən sonra başlayır cəm. Həsənlə Hüseyni gətirdi. Burada deyib, özlərimizi tək özü gəlibdir. Özün məqsəddə tutub Peyğəmbər. Nəinki Əli əleyhissalamı özünü çağırıb, özünü gətirib. İmam Rıza buyurdu ki, adam özünü dəvət edər bir yerə. Ayə deyir axı, ayə necə deyir? Deyir ki, qalu ta'alu nad'u abna'ana, dəvət eləyə balalarımızı, xanımlarımızı və ənfusana, özümüzü. Adam özünü dəvət eləyər məclisə. Məntiqsiz bir şey. Bu olmadı ki. Dəvət olar ki, mən sənə dəvət edirəm, bu gün gələrsən bizə. Sonra da qayıdıram, mən özümü də dəvət edirəm. Belə şey olar. Bunu İftara gedirəm restorana, deyirəm özümü iftara dəvət edirəm. belə olmaz da, ay sağ ol da. İmam Buza dedi ki, sən görmürsən burada deyir dəvət. Sonra dedi, sən görmürsən ki, ya, ora 5 nəfər gəlir. Əbnaənə balalarımız Həsən Hüseyn. Nisaənə Həzrət Zəhra. Yaxşı. Biz ənfusənə deyir, o hara getdi? Axı, bilirsən, Əleyhissalam da gəlib orada. Fakt bütün tarixçilər qeyd edir də bunu var. Var. Bəzi mövzular var ki, var. Yozmaq istəyiblər bəzi yerlərə. Kəbə içində deyirlər də, Kəbədə dünya gəlişində deyir fəzilət deyil.
Bu fəzilət deyil, o fəzilət deyil də, fəzilət sənin nəzərində nədir? Hə də, yəni o fəzilət deyilsə siz demişkən bu fəzilət, onun fəzilət nədir? Çox gözəl ifadədir. Baxın, bugünkü nəticə aldıqdan neçə dəqiqə danışıram? Hə, bugün üçün bəsdir. Maraqlıdır. Bu sabah inşallah geniş yenə də davam eləyəcəm. Nəticə aldıq bugünkü. Təbii. Bu ayələri xahiş edirəm, gedin evdə oxuyun hələ ki, mən sabah yenə başlayacağam izah verməyə sizə. Allahın lütfünə, ayəti ilə. Allah sizdən razı olsun Ayacı. Bu nə